E-sosial mobil tətbiqi fəaliyyətini dayandırır. Səbəb: rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçid məqsədi ilə görülən tədbirlər çərçivəsində Nazirlik e-sosial mobil tətbiqi üzərində göstərdiyi rəqəmsal xidmətlərin MyGov platformasına inteqrasiya prosesinin bitirməsi üzrədir. Savad.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri məlumat yayıb. Bildirib ki, proses bu ayın sonunadək tam yekunlaşacaq və martın 1-dən e-sosial tətbiqi fəaliyyətini tam olaraq dayandırılacaq. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-xidmətləri MyGov platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub. Eyni zamanda quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və bu xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan MyGov platformasından təqdim edildiyi nəzərə alınmaqla e-sosial mobil tətbiqi fəaliyyətini dayandırır. Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan Nazirlik son illərdə xidmətlərin 90%-dən çoxunu rəqəmsallaşdırıb. Eləcə də bu xidmətlərin 50-dən çoxunu proaktivləşdirib. Habelə informasiya sistemlərini hökumət buludu, G-Cloud infrastrukturunu köçürən ilk dövlət qurumu olub.